Təxminən 1000 il əvvəl Meksikanın mərkəzində vəfat etmiş bir insanın diqqətə layiq dərəcədə yaxşı qorunan qalıqları qədim insan mikrobiomunu, bir vaxtlar onun bağırsaqlarında çoxalmış bakteriya icmasını aşkar edib. Today Press TV xəbər verir ki, PLOS ONE-da dərc edilən tapıntılar Avropalılarla təmasdan əsrlər əvvəl İspan məzhəbindən əvvəlki Mezoamerikalıların bədənlərində məskunlaşmış mikroorqanizmlərə nəzər salır. Zimapan adamı kimi tanınan cəsəd Mesoamerika və Aridoamerika kənarında yerləşən Zimapan bölgəsindəki bir mağarada aşkar edilib. Mağaranın quru və sabit şəraiti ilə mumiyalanan cəsəd hazır bir dəfn paketinə bükülüb. Bədən maguey lifli döşəklər və toxunmuş pambıq təbəqələri ilə örtülüb. Bu, onun icmasının ehtimal ki, bölgənin sönmüş ovçu toplayıcı qruplarından biri olan Otapan mədəniyyətinin yüksək hörmətli üzvü olduğunu göstərir. Meksika Milli Muxtar Universitetindən Santiago Rosas Plaza'nın rəhbərlik etdiyi tədqiqatçılar 16S-RNA gen ardıcıllığı kimi tanınan bir texnikadan istifadə edərək mumiyanın həm bağırsaq toxumasını, həm də qorunmuş nəcisini araşdırıblar. Bu prosedur tədqiqatçılara bakterial DNT fraqmentlərini müəyyən etməyə imkan verib. Onlar bir vaxtlar insan bağırsağında hansı mikrobların yaşadığını öyrəniblər. Nəticələr göstərir ki, bu gün də insanlarda yayılmış bir neçə bakteriya ailəsi var. Clostridium bakteriyasının yayılması and bölgələrindəki digər qədim mumiyaların tapıntılarını əks etdirir. Bu, mümkün ətraf mühitin və ya pəhriz oxşarlıqlarının olduğunu göstərir. Kəşfin diqqət çəkən məqamlarından biri Rhomboides hominisin insan bağırsaqlarında rast gəlinən, lakin əvvəllər heç vaxt qədim mikrobiomda tapılmayan növünün olmasıdır. Mikrobların təkamülü tədqiqatının əlamətdar nəticəsi olan bu proses bağırsaqdakı müəyyən bakteriyaların əsrlər boyu insanlarda mövcud ola biləcəyini göstərir. Namiq Abbasov, Today Press TV.